Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bu videoda 4 avqust 2026-cı il tarixi üçün Azərbaycanın paytaxtı Bakı və Abşeron yarımadası, eləcə də bütün regionlar üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcək. Məlumatlar rəsmi meteoroloji proqnozlara əsaslanır və hava şəraitində gün ərzində müəyyən dəyişikliklər ola bilər. İndi isə bölgələr üzrə hava proqnozuna nəzər salaq. Bakı və Abşeron yarımadası paytaxt və Abşeron yarımadasında hava əsasən günəşli və az buludlu olacaq. Gün ərzində yağıntı gözlənilmir. Cənub-şərq istiqamətli külək ara bir mülayim. Bəzi ərazilərdə isə bir qədər güclənə bilər. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 33-36 dərəcə isti arasında dəyişəcək. Gün orta saatlarında açıq havada uzun müddət qalarkən günəş şüalarından qorunmaq tövsiyə olunur. Quba, Qusa, Xaçmaz və Şabran şimal bölgəsində hava əsasən dəyişkən buludlu olacaq. Günün ikinci yarısında dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı mümkündür. Temperatur gecə 18-22 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti təşkil edəcək. Şəki, Zəqatala, Qax, Balakən və Oğuz bu bölgələrdə səhər saatlarında hava sabit keçəcək. Gün ortadan sonra bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Temperatur gecə 17-21 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Gəncə, Naftalan, Samux, Göygöl, Daşkəsən və Qazax-Tovuz bölgəsi, qərb rayonlarında hava əsasən günəşli keçəcək. Dağlıq hissələrdə axşam saatlarına doğru lokal yağış ehtimalı var. Temperatur gecə 20-23 dərəcə isti, gündüz 32-36 dərəcə isti olacaq. Aran rayonları Mingəçevir, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağacabədi, Beyləqan, İmişli, Satlıq, Sabirabad, Kürdəmir və ətraf rayonlarda hava əsasən günəşli olacaq. Yağıntı gözlənilir. Günorta saatlarında isti hava üstünlük təşkil edəcək. Temperatur gecə 22-25 dərəcə isti, gündüz isə 34-38 dərəcə isti arasında dəyişəcək. Lənkəran, Astara bölgəsi cənub rayonlarında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilsə də dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı var. Temperatur gecə 22-25 dərəcə isti, gündüz 30-34 dərəcə isti olacaq. Dağlıq rayonlar Qəbələ, İsmayıllı, Lerik, Yardımlı və digər yüksək dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış, şimşək və bəzi yerlərdə dolu ehtimalı mümkündür. Temperatur gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikası, Naxçıvanda hava əsasən günəşli və quru keçəcək. Temperatur gecə 20-24 dərəcə isti, gündüz isə 34-38 dərəcə isti olacaq. İsti hava şəraiti səbəbindən günorta saatlarında açıq günəş altında uzun müddət qalmaq məsləhət görünür. Sonda isə qısa yekun 4 avqust tarixində Azərbaycanın əksər bölgələrində yay mövsümünə uyğun isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Yalnız dağlıq və dağətəyi rayonlarda günün ikinci yarısında lokal yağış, şimşək və qısa müddətli külək müşahidə oluna bilər. Aran rayonlarında və paytaxt Bakıda temperatur yüksək olacaq.